Salam uşaqlar, hər vaxtınız xeyir. Mən Kimya kanalının müəllimi Səlci. Bugün sizlərə hidrogen, oksigen su bölməsindəki oksigen alınması xassələri mövzusunda 1-dən 60-a qədər olan sualları izah edəcəm inşallah. Vaxt itirmədən birinci sualdan başlayaq. Sənayedə oksigeni nədən alırlar? Kalium xlorat laboratoriya, civə2 oksid laboratoriya, sənayedə oksigeni havadan alırlar. Keçən dərsimizdə hidrogenin alınmasında mən demişdim ki, uşaqlar, əgər cavabı bilmirsinizsə, tutaq ki, imtahandasınızda, əgər bilmirsiniz sənayedə alınma üsulu ya da laboratoriyada alınma üsulu, hidrogenin və yaxud əksər maddələri sənayedə almaq üçün üzvü birləşmələrdən, havadan, daş kömür qətrandan və s. istifadə edirlər. Əgər unutmusunuzsa sənaye və laboratoriyada alınmanı ki, yəni yaxşı öyrənin ki, unutmayın. Əgər unutmusunuzsa belə variantları seçin, %90 doğru çıxma ehtimalı var. Keçirik ki, havanın tərkibində hansı qazların miqdarı daha çoxdur? Azot və oksigen, 78% azot, 21% oksigen vardır. Cavab D variantı. Keçdik üçüncü suala. Havanın əsas tərkib hissəsini təşkil edən qazlar azot və oksigen, Y variantı. Dördüncü sual. H2O2 parçalananda H2 üzərinə gəlsin O2 əmələ gətirir. Y maddəsi üçün doğru deyil. 2 atomlu bəsit maddədir, doğrudur. 0,1 molunun kütləsi 3,2 qramdır, doğrudur. 2,24 litrdə 6,2 vurulsa 10,22 molekul var, doğrudur. Azot monoksidlə eyni qabda saxlanmaq olar. Uşaqlar, azot monoksidin formulu necədir? Azot monoksid üzərinə gəlsin O2 anında reaksiya edəcək və NO2 əmələ gətirəcək. Ona görə eyni qabda saxlamaq olmaz. D variantı yanlışdır. Yanmaya kömək edir. Bəli, oksigen yanmaya kömək edir. 5. Eyni miqdarda götürülmüş maddələrdən hansının termiki parçalanmasından daha çox oksigen alınır? Uşaqlar, gəlin bir-bir elə maddələri parçalayaq. A variantı. Kalium, xlor, O3. Elə bu da oksigenin alınma üsullarıdır uşaqlar. Həmçinin oksigenin alınma üsullarını da öyrənmiş olarıq. Kalium, xlor üzərinə gəlinsin O2. Reaksiya tənliyini əmsallaşdıraq. B variantına keçirəm. Kalium permanganatın parçalanmasından kalium permanganat parçalananda kalium manganat üzərinə gəlinsin mangan O2 üzərinə gəlinsin oksigen. Və reaksiya nəticəsində baxın oksigen alındı. 2 yazdıq kalium permanganatın önünə. Reaksiya tənliyi baxıq əmsallaşdı. Keçirik C variantına baxmağa. Parçalanmasından daha çox oksigen alınır. Civə 2 oksidin parçalanması. Civə 2 oksidin parçalanmasından civə üzərinə gəlinsin oksigen alınır. 2 mol, 2 mol. D variantına keçirik. Natrium nitratın parçalanması. Natrium NO3 parçalananda natrium NO2 üzərinə gəlinsin oksigen alınır. 2 mol, 2 mol. Y variantına keçirəm. Kalium nitratın parçalanması. Kalium NO3 parçalananda kalium NO2 üzərinə gəlinsin O2 alınır. 2 mol, 2 mol. Kalium nitratın parçalanması natrium nitratın parçalanması şəklindədir. Əgər imtahanda, yəni vaxt azdır, kalium nitratla natrium nitrat eyni variantlarda verilibsə, onları başdan vurursunuz. Çünki hər ikisi əgər doğru cavabsa, hər ikisi onda doğru cavab olar. Eyni miqdarda götürülmüş maddələrin hansının termiki parçalanmasından daha çox oksigen alır? İndi gəlin baxaq. 1 mol kalium xlorat parçalananda 3 mol oksigen, yəni eyni miqdarda götürür. Baxın, hamısından 2 mol parçalanır. 3 mol oksigen alındı. Ən çox oksigen, digər variantların hamısında 1 mol oksigen alınır. Ona görə cavab A variantıdır. Keçdik 6. Hansı maddə silisium dioksid və karbon dioksid xlorla reaksiyaya daxil olur? Silisium dioksid, silisium O2, karbon dioksid, CO2, bir də xlorla reaksiyaya daxil olmur, üzr istəyirəm. Magnezium xlorla reaksiyaya daxil olur, hidrogen xlorla reaksiyaya daxil olur, natrium OH xlorla reaksiyaya daxil olur, karbon CO2 ilə reaksiyaya daxil olur, dəm qazını əmələ gətirir. Oksigen bu maddələrin heç biri reaksiyaya daxil olmur. 7. Hansı duzların termiki parçalanmasından laboratoriyada oksigen alırlar? Bayaq uşaqlar yazdım, kalium permanganatı parçaladım, oksigen aldım. Amma mən turş duzların parçalanmasından laboratoriyada oksigen alınır, yəni oksigen alınır deməmişdim. 7-yə baxırıq. Elə NH4NO3-ün parçalanmasından da oksigen laboratoriyada almırlar. Belə ki, NH4NO3 parçalananda N2O üzərinə gəlinsin su əmələ gətirir. Keçdik 8-ci suala. Bir cavabı deyək. Cavab yalnız 3 A variantı. 8-ci sual. Hansı duzların termiki parçalanmasından laboratoriyada oksigen alınır? Karbonatların parçalanmasından oksigen alınır, amma NH4-2 karbonatın parçalanmasından oksigen alınmır. Bu zaman alınır NH3, üzərinə gəlinsin karbon qazı, üzərinə gəlinsin su alınır, oksigen alınmır. Kalium hidrokarbonatın parçalanmasından da oksigen alınmır. Karbonat üzərinə gəlinsin CO2, üzərinə gəlinsin karbonat tozu üzərinə gəlsin CO2, üzərinə gəlinsin H2O alınır. Nitratların parçalanmasından isə, daha doğrusu
doğrusu aktiv nitratların parçalanmasından aktiv metal nitratların oksigen alınır. Yalnız 3 cavab A variantı. 9-cu sual. Hansı maddənin yanması zamanı ağ tüstü əmələ gəlir? Uşaqlar, bu nəzəri biliklərə əsaslanan sualdır. Fosfor yananda ağ tüstü P2O5 əmələ gəlir. 10-cu sual. Hansı maddənin yanması zamanı kəskin eğrili qaz əmələ gəlir? Uşaqlar, SO2 kəskin eğrili qazdır. Kükürdün yandığı zaman SO2 əmələ gəlir. Bu da kəskin eğrili qazdır. 11. Hansı maddələr oksigenlə reaksiyaya daxil olur? Uşaqlar, baxın. CO2 oksigenlə reaksiyaya daxil olmur. Çünki karbon özü 4 valentlik göstərir. CO2-nin formulu necə, yəni açılışı, qrafik açılışı necədir? Bu şəkildə. Deməli, karbon maksimum valentliyini artıq göstərib. Oksigenlə reaksiyaya daxil olub oksigeni hara birləşdirəcək? Yəni 6 valentlik göstərəcək. Maksimum karbon 4 valentlik göstərir. Həmçinin silisium O2 də o şəkildə. Dəm qazı oksigenlə reaksiyaya daxil olub karbon qazı əmələ gətirər. Sink oksigenlə reaksiyaya daxil olur. Belə ki, mürəkkəb maddədə oksigəndə yandıqda müvafiq olaraq oksidlərini əmələ gətirir. Sink oksid üzərinə gəlinsin SO2. Ona görə 3-4 cavab A variantı. 12-ci sual. Hansı maddələr oksigenlə reaksiyaya daxil olmur? NH3 oksigenlə reaksiyaya daxil olur. Yanma və yaxud katalizator iştirakında baş verir. Belə ki, NH3 üzərinə gəlinsin oksigen. Əgər reaksiya yanırsa, yəni yalnız temperatur şəraitində baş verirsə, bu zaman N2 üzərinə gəlinsin su alınır. Yox, əgər NH3 üzərinə gəlinsin O2 reaksiyası həm temperatur, həm katalizator iştirakında baş verirsə, bu zaman NO üzərinə gəlinsin su alınır. Keçdi 2. Deməli, qızıl əlbəttə ki, reaksiyaya daxil olmur. Qızıl pasiv metaldır. SO2 reaksiyaya daxil olub SO3 əmələ gətirir. Alüminium 2O3 oksigenlə reaksiyaya daxil olmur. 2-4 cavab A variantı. Niyə daxil olmur? Çünki artıq alüminium 3 valentlik göstərir. Oksigenlə reaksiyaya daxil olub oksigeni hara birləşdirəcək? 13-cü sual. 16 qram kükürdün yanması zamanı neçə qram SO2 əmələ gələcək? Gəlin uşaqlar 13-cü sualı yazaq. Kükürdü yandıraq, reaksiyanı yazaq. SO2 deməli 32 qram kükürd yananda 64 qram SO2 əmələ gəlir. 16 qram kükürd yanında neçə qram SO2 əmələ gəlir? X qram. X-lərimizi aparaq 2, 32 qram SO2 əmələ gəlir. Cavab da A variantı. 14-cü sual. Fotosintez prosesində 20 mol su reaksiyaya daxil olursa, bitki tərəfindən neçə mol SO2 udulur? Yəni 14-cü sualın təhlilini də yazaq. Fotosintez prosesi zamanı karbon qazı su ilə reaksiyaya daxil olur və reaksiya nəticəsində glikoza C6, H12, O6, bir də oksigen ayrılır. İndi reaksiya tənliyini əmsallaşdıraq. 6 mol, 6 mol, 6 mol. Deməli 20 mol su reaksiyaya daxil olanda bitki tərəfindən elə neçə mol karbon qazı udular? X mol karbon qazı udular. 6 mol su reaksiyaya daxil olanda 6 mol karbon qazı udulur. Ona görə də X də bərabərdir elə 20 C variantı. 15-ci sual. Hansı maddə yanmır? Dəm qazının formulu CO2 yanır, karbon qazı əmələ gətirir. Kömür yanır, H2O ilə su qazı əmələ gətirir. Daha sonra metan yanır, karbon qazı və su əmələ gətirir. Formulu CH4-dür. Üzü kimyada öyrənəcəyik. Hidrogen sulfid yanır və müvafiq olaraq oksidlər əmələ gətirir. Su üzərinə gəlinsin SO2. Karbon qazı CO2 yanmır, çünki karbon artıq doymuş vəziyyətdədir. Oksigeni heç bir yerə birləşdirə bilməz. 16-cı sual. Hansı maddə havada yanır? Gilin formulu uşaqlar silisium O2-dir. Havada yanmır. Karbon qazı havada yanmır. Qum havada. Qumun da formulu elə silisium O2 şəklindədir uşaqlar. Dəm qazı havada yanır. CO2 əmələ gətirir. Suda havada yanmır. 17-ci sual. Yanmayan maddənin formulunu göstərin. H2S yanır. CH4 yanır. C2H6 yanır. C2H5OH spiritdir. Bu da yanır. Karbon qazı su əmələ gətirir. Üzüm karbohidrogenlər yananda karbon qazı və su əmələ gətirir. Silisium O2 qumdur, yanmır. 18-ci sual. Yanmayan maddənin formulunu müəyyən edin. CO2 çünki artıq doymuş haldadır karbon. 19-cu sual hansı reaksiyalar yanma reaksiyasıdır? Baxın uşaqlar, deməli oksigenlə gedən reaksiyalar yanma reaksiyasıdır. Bir də bu reaksiya temperatur şəraitində olmalıdır, katalizator şəraitində yox. Artıq əgər oksigenlə hər hansı bir maddə reaksiyaya daxil olur, burada temperaturun yanında katalizator da olsa, bu reaksiya yanma reaksiyası yox, katalitik oksidaşma reaksiyası olur. Ona görə də oksigenlə yanma reaksiyasına daxil olur 1-3, cavab da A variantı. Keçdi 20-ci suala. Hansı reaksiyalar yanma reaksiyası deyil? 2-4, cavab da D variantı. 21-ci sual. Yanğının söndürülməsi üçün hansı maddələrdən istifadə oluna bilər? Uşaqlar, gəlin çox
sadə bir misalla 21-ci sualı izah edək. Belə ki, biz hər hansı bir od yandırdıq, tutaq ki, evdə. Bu zaman oda biz yəni hava veririk, üfürürük və s. Peç yandıranda da məsələn üfürürük ki, od alovlansın. Niyə üfürürük? Çünki oksigen veririk. Oksigen deməli yanğının daha da şiddətlənməsinə səbəb olur. Karbon qazı isə yanğını söndürür. İndi davam edirik. Yanğını söndürməsi üçün istifadə olunan maddələr CO istifadə edilə bilməz. Özünüz bilirsiniz ki, dəm qazıdır. Dəm qazı çox təhlükəli bir qazdır, zəhərlidir. Oksigenlə reaksiyaya daxil olur, yanğını daha da şiddətləndirir. Ona görə bir doğru deyil. CO2 oksigenlə reaksiyaya daxil olmur, yanğını şiddətləndirə bilməz. 2 doğrudur. H2S oksigenlə reaksiyaya daxil olar, silisium O2 daxil ola bilməz. 2-4 cavab C variantı. Yanğının söndürülməsi üçün istifadə oluna bilməz. CO, dəm qazı, bir də H2S çünki oksigenlə reaksiyaya daxil olur. 1-3 cavab da D variantı. 23-cü sual. Element oksigende oksidləşmə dərəcəsi maksimum və minimum. Maksimum oksidləşmə dərəcəsi oksigende -2-dir, minimum oksidləşmə dərəcəsi də -2-dir. Maksimum oksidləşmə dərəcəsi göstərdiyi formul. Əsasən oksigen bilir ki, -2 oksidləşmə dərəcəsi göstərir. Bir dənə O fluor 2-də oksigen -2 oksidləşmə dərəcəsi göstərir. Keçdik 24-cü suala. Hidrogen və oksigen üçün ümumi olan nədir? Xlorla reaksiyaya daxil olmaları, oksigen reaksiyaya daxil olmur. Havadan yüngül olmaları, oksigen havadan yüngül deyil. Alüminiumla reaksiyaya daxil olmaları, hidrogen alüminiumla reaksiyaya daxil olmur. Birbaşa qələvi metallarına reaksiyaya daxil olmalı. Doğrudur. Hidrogen reaksiyaya daxil olub hidridlər əmələ gətirir. Oksigen də qələvi metallarına reaksiyaya daxil olub oksidlər əmələ gətirir. Fosfor ilə reaksiyaya daxil olmaları, hidrogen fosfor ilə reaksiyaya daxil olmur birbaşa. 25. Fotosintez prosesi nəticəsində 12 litr oksigen ayrılarsa, bitki tərəfindən neçə litr CO2 odular? Bayaq bu tipdə sual həll elədik. Reaksiya tənliyi necə idi? Bayaq gəlin baxaq. Reaksiya tənliyi necədir uşaqlar? Baxın, CO2 üzərinə gəlsə H2O, C6H12O6 6 molda oksigen çıxır. Deməli, nə qədər karbon qazı reaksiyaya daxil olubsa, o qədər də su reaksiyaya daxil olur, o qədər də oksigen ayrılıb gedir. Deməli, 12 litr əgər oksigen ayrılmışsa, elə 12 litrdə CO2 odular. Cavab Y variantı. 26. Hansı duzların termiki parçalanmasından oksigen ayrılır? İndi uşaqlar, gəlin bir-bir variantlara baxaq. Kalsium NO3-ün parçalanmasından qələvi torpaq metalları, nitratları parçalananda uyğun olaraq nitrit duzu və oksigen ayrılır. Bir doğrudur. Sink karbonat parçalananda sink oksid üzərinə gəlsin CO2 alınır, oksigen alınmır. Kalium permanganatın parçalanması da oksigenin laboratoriyada alınma reaksiyasıdır. Kalium manganat, mangan O2, daha doğrusu mangan 4 oksid, bir də oksigen əmələ gətirir. 1-3 cavab C variantı. 27-ci sual. Hansı maddələr bir-biri ilə qarşılıqlı təsirdə ola bilər? Kürlə yod qarşılıqlı təsirdə ola bilmir. Oksigenlə misi qarşılıqlı təsirdə olur. Mis 2 oksid əmələ gətirir. Xlorla oksigen, qızıl vəbşə heç bir turşuyla reaksiya daxil olmur. Alüminiumda hidrogen birbaşa qarşılıqlı təsirdə olunur. 28-ci sual. Hansı maddələr bir-biri ilə qarşılıqlı təsirdə ola bilər? Kükürlə yox, xeyr, D variantı ola bilməz. Alüminiumla oksigen qarşılıqlı təsirdə ola bilər. Xlor və Y variantı ilə C variantı da qarşılıqlı təsirdə ola bilmir. 29-cu sual. 2 mol hidrogen və 1 mol oksigenin qarşılıqlı təsirindən neçə mol su alınır? İnşallah suyun alınması reaksiyasında elə 2 molda su alınır. 30. Hansı maddə parçalananda bir bəsit, bir mürəkkəb maddə əmələ gətirir? Su parçalananda 2 bəsit maddə əmələ gəlir. Hidrogen və oksigen qazları. B variantı kalium NO3 parçalananda kalium NO2 üzərinə gəlsin oksigen əmələ gəlir. Bir bəsit, bir mürəkkəb maddə alındı. Ona görə də B variantı doğrudur. C variantında 2 mürəkkəb, bir bəsit maddə əmələ gəlir. Kalium 2MnO4 üzərinə gəlinsin mangan 4 oksid, üzərinə gəlinsin oksigen. Civə oksid parçalananda 2 dənə bəsit maddə əmələ gətirir. Kalsium karbonat da parçalananda 2 dənə mürəkkəb maddə əmələ gətirir. 31-ci sual. Hansı maddə parçalananda 2 bəsit maddə əmələ gəlir? Uşaqlar, baxın, su, hidrogen və oksigen. Kalium xlorat parçalananda kalium xlor üzərinə gəlsin oksigen, bir bəsit, bir mürəkkəb maddə əmələ gəldi. C variantının parçalanmasını bayaq yazdım. 2 mürəkkəb, bir bəsit maddə əmələ gəlir. D variantı da suda həll olmayan hidroksidlər parçalananda müvafiq oksid və su əmələ gətirir. Mis 2 oksid üzərinə gəlsin su əmələ gəlir. Y variantı da parçalananda bir bəsit, bir mürəkkəb maddə əmələ gəlir. Su üzərinə gəlinsin oksigen. Ona görə də cavab B variantıdır. 32-ci sual. Laboratoriyada oksigeni hansı maddədən alırlar? Kalium nitratdan alırlar. Kalium nitrat üzərinə gəlsin oksigen əmələ gəlir. Havadan oksigeni sənayedə alırlar, laboratoriyada almırlar. İndi kalium permanganatın parçalanmasında da oksigeni laboratoriyada alırlar. 1-3 cavab D variantı. 33-cü sual. Mis 2SO4 duzunun suda məhlulun elektroliz zamanı anodda hansı maddə alınır? Uşaqlar, biz elektroliz mövzusunu keçəndə artıq bunu müəyyən edəcəyik. Anodda alınır bizdə oksigen. Oksigen də hidroskopik deyil, kəskinlikli deyil, elektrik cəryanını keçirmir, ən yüngül qaz deyil, yanmaya kömək eləyir. 34-cü sual. 10 metr kub metan və 2 metr kub hidrogen qarışığının tam yandırmaq üçün neçə metr kub hava lazımdır? Gəlin reaksiya tənliyini yazaq. 34-cü sual. 10 metr kub metan CH4 üzərinə gəlinsin oksigenlə yandıqda, bir də hidrogen oksigenlə yandıqda reaksiya nəticəsində alınır. CO2 üzərinə gəlinsin H2O.
H2O. İndi gəlin reaksiya tənliyini əmsallaşdıraq. CH4 2 mol 2 mol. Davam edirəm. 10 metr kub metan, 2 metr kubda hidrogen qarışığı var. Hava ilə tam yandırmaq üçün neçə metr kub hava lazımdır? Uşaqlar, 10 metr kub CH4-ü yandırmaq üçün 20 metr kub hava lazımdır. 2 metr kub hidrogeni yandırmaq üçün isə 1 metr kub hava lazımdır. Ümumilikdə bizə 21 metr kub hava lazımdır. 20 metr kub oksigen lazımdır. Hələ hava yox. Havanın neçə metr kub lazım olduğunu bilmirik. Davam edirik. Bizə havanın həcm payını istəyir. Həcm payını tam yandırmaq üçün neçə metr kub hava lazımdır? Baxın uşaqlar. Tutaq ki, bizə x metr kub hava lazımdır. X metr kub hava. Havanın neçə faizi oksigendir? X-in 21% oksigendir. Bölünsün 100 bərabərdir 21 metr kub. Deməli, bizə ümumilikdə 21 metr kub hava lazım idi. Oksigen lazım idi. Havanı da bilmirik. X metr kub hava götürürük. Havanın 21%-nin 21 metr kuba bərabər olmalıdır ki, biz nə qədər hava götürdüyümüzü bilək. Daha doğrusu 21 metr kub oksigen reaksiyaya tam daxil olsun. Həm CH4-ü, həm də hidrogenlə tam yansın. İxtisarlarımızı aparaq, x bərabərdir 100. Deməli, 100 metr kub hava götürsək, onun 21 metr kubu oksigenden ibarətdir. 21 metr kub oksigen də elə bizim özümüzə lazım idi. Ona görə də cavab Y variantı. 35-ci sual. 4,2 metr kub hidrogeni tam yandırmaq üçün neçə kub metr hava lazımdır? İndi davam edirik uşaqlar. 35-ci sual. Əslində bizim metr kub deməyimiz düzgün deyil, kub metr deməli. Metr kub əslən fizikada, kimyada istifadə olunur, fizikada, riyaziyyatda istifadə olunur. Biz kub metr deyək. Deməli, hidrogen tam yanması zamanı hidrogeni ilk öncə yandıraq. Hidrogen üzərinə gəlsin oksigen. Reaksiya nəticəsində 2 mol su alınır. 2 mol hidrogen çünki reaksiyaya daxil olur. Deyir ki, 4,2 kub metr hidrogen tam yanması üçün neçə kub metr hava lazımdır? Neçə kub metr oksigen lazımdır? Hələ havadan danışmayaq. Havanın tərkibində oksigen olduğu üçün biz havadan danışırıq. Neçə kub metr oksigen lazımdır? X kub metr oksigen lazımdır. Normalda isə 2 mol deməli hidrogenin yanması üçün 1 mol oksigen lazımdır. X də buradan bərabərdir 2,1 kub metr. 2,1 kub metr bizə oksigen lazımdır. Havanın da tutaq ki x kub metr hava götürmüşük. Bunun 21% bölünsün 100 bərabərdir 2,1 olmalıdır. İxtisarlarımızı aparaq 21-ə, x də bərabərdir 10. Cavab da C variantı. Keçdik 36-cı suala. Hansı maddələrdən laboratoriyada oksigen almaq üçün istifadə edilir? Civən 2 nitratın parçalanmasından və argentium nitratın parçalanmasından laboratoriyada oksigen alınmır. Kalium, elə cavab B variantı. Baxın uşaqlar. Bütün deməli maddələr var, B variantındakı maddələr parçalandıqda oksigen alınır. Uşaqlar, nitratların hamısı parçalananda oksigen alınır. Mən ona bir şey demirəm. A variantı məsələn argentium NO3 də parçalansa pasiv metaldır. Pasiv metal nitratlar parçalananda öz növbəsində oksigen əmələ gətirir. Metalın özünü, argentium NO2 bir də oksigen, amma laboratoriyada oksigeni almaq üçün argentium NO3-dən istifadə eləmirlər. Çünki səmərəli deyil. Ona görə də cavab B variantı. 37-ci sual. Hansı maddələrdən laboratoriyada oksigen almaq üçün istifadə edilir? Alüminium 3 oksiddən oksigen almaq üçün istifadə edilmir. Alüminium 3 oksid deməyimiz düzgün deyil. Alüminium oksid deməli. Çünki alüminium sabit valentli elementdir. Sonra B variantı həmçinin civən 2 nitrat, mis 2 nitrat, D variantı doğrudur. Uşaqlar, İndi kitabda yazılan, nəzəriyyə kitablarında və yaxud da mənim öz nəzəriyyəmdə yazılan oksigen laboratoriyada alınma üsullarını öyrənsəniz kifayətdir. Çünki laboratoriyada yalnız bu üsullardan istifadə edilir. Nə olsun ki, məsələn, civə 2 nitrat parçalananda oksigen əmələ gəlir. Ondan laboratoriyada alınmada istifadə olunmur. Çünki səmərəli deyil. 38-ci sual. Oksigen üçün hansı ifadə doğru deyil? Kalsium və kükürt ilə reaksiyaya daxil olur. Qeyri-metaldır, doğrudur. Metallara qaynaq etmək üçün istifadə edilir, bəli edilir. Bütün bəsit maddələrlə reaksiyaya daxil olur. Uşaqlar, xlor da bəsit maddədir. Oksigen onunla reaksiyaya daxil olmur. Ona görə də D variantı yanlışdır. Havadan ağır qazdır, doğrudur. 39-cu sual. Oksigen üçün hansı ifadə doğru deyil? Yanmaya kömək edir, doğrudur. Kainatda ən çox yayılmış elementdir. Uşaqlar, oksigen kainatda ən çox yayılmış element deyil. Hidrogen kainatda ən çox yayılmış element. Oksigen yer qabığında ən çox yayılmış elementdir. Kainatda məsələn ulduzlar və s. bunlar ulduzların və s. tərkib hissəsini hidrogen təşkil edir. Ona görə kainatda ən çox hidrogen yayılır. Oksigen isə ən çox yer qabığında yayılır. Ona görə B variantı doğru deyil. 40-cı sual. Hansı ifadə oksigenə aid deyil? Metallarla molekulyar quruluşda birləşmələr əmələ gətirir. İyon tipli birləşmələr əmələ gətirir. A variantı doğru deyil. Digər variantlar doğrudur. 41-ci
41-ci sual. Hansı maddələr oksigenlə reaksiyaya daxil olurlar? 1, 3. Cavab da Y variantı. 2 daxil olmur. Halogenlər oksigenlə reaksiyaya daxil olmur. 4-də də deməli karbon qazı artıq bayaq da izah elədim ki, karbon 4 valentini doldurub oksigeni birləşdirə bilmir. 42. Hansı maddələr doğru deyil? Bütün qeyri-metallar oksigenlə birbaşa reaksiyaya daxil olur. Xlor 2 daxil olmur. 1 doğru deyil, 1-i götürürük. Bütün metallar oksigende yanır. Mis yanmır, mis platin yanmır. Ona görə də 2-ni də götürmürük. Gümüş də həmçinin oksigende yanmır. 3. Eksotermik reaksiyalar istiliyin ayrılması ilə gedir. Doğrudur. Eksotermik reaksiyalar istiliyin ayrılması ilə gedir. Ona görə 3-ü götürmürük. 1, 2. Cavab da B variantı. Keçdik. 43-cü sual. Ozon və oksigen üçün hansı ifadələr doğrudur? Oksigenin alotropik şəkil dəyişmələri də doğrudur. O3 yer qabığından 20-25-30 km yüksəklikdə yerləşərək yerdəki canlıları ultrabənəfşəli şüalardan qoruyur. Doğrudur, ozon qatı əmələ gətirir. Eyni kimyəvi aktivliyə maliklər. Xeyr uşaqlar. Ozon deməli oksigen qazından daha aktivdir. Çünki ozon parçalandıqda, O3 parçalandıqda tərkibində deməli O2 üzərinə gəlsin atomlar oksigen əmələ gətirir. Məhz bu atomlar oksigen də olduqca aktivdir. Ona görə də ozon oksigenden aktivdir. 3 doğru deyil. 1, 2. Cavab C variantı. Keçdi 44-cü suala. 11,2 litr karbon dioksidin natrium peroksidlə reaksiyasından neçə litr oksigen alınır? Uşaqlar, gəlin karbon dioksidin 44-cü sual. Karbon dioksidin natrium peroksidlə reaksiyasını yazaq. Natrium 2, O2 reaksiya nəticəsində alınır. Natrium karbonat üzərinə gəlinsin oksigen. Reaksiya tənliyini gəlin əmsallaşdıraq. 2 mol karbon dioksid reaksiyaya daxil olur. Onda elə 2 mol da natrium karbonat alınır. 2 mol da natrium peroksid reaksiyaya daxil olar. Deməli 11,2 litr karbon dioksidin 46,8 qram natrium peroksid reaksiyasından neçə litr oksigen 46,8 qram natrium peroksid reaksiyasından neçə litr oksigen alınır? Uşaqlar, natrium peroksidin kütləsini bizə verib 78 qram. Normalda 11,2 litr karbon dioksidin kütləsinin, daha doğrusu mol nə qədərdir? Deməli 0,5 mol karbon dioksid reaksiyaya daxil olur. Deməli 2 mol karbon dioksid reaksiyaya daxil olur. 2 vurulsun 78 qram natrium peroksidlə. 0,5 mol karbon dioksid nə qədər natrium peroksidlə reaksiyaya daxil olurlar bilmirik. X qram. X də bərabərdir. 2-lər ixtisar gedir. 0,5-i vururam 78'e 39 qram. Deməli bizdə 46,8 qram natrium peroksid verilir. Bunun 39 qramı reaksiyaya daxil olacaq. Qalan natrium peroksid də artıq qalacaq. Bunu niyə yazdıq? Yəni burada 46,8-in bizim məsələdə həll etməyimizdə bir işə yaramır. Sadəcə demək istəyirik ki, yəni artıq miqdarda natrium peroksidimiz var da. Reaksiya sona qədər gedəcək. Reaksiyadan neçə litr oksigen alınır? Uşaqlar, 2 mol karbon dioksid, yəni CO2 reaksiyaya daxil olanda 1 mol oksigen alınır. Litrlə hesablayaq. 22,4 litr oksigen alınır. Bizdə 0,5 mol karbon dioksid var. Nə qədər oksigen alınır? Y litr. Y də bərabərdir. 0,5 2 ixtisar gedir 11,2. O da 2 ixtisar gedir 5,6 litr. Cavab da A variantı. 45-ci sual. Kalium yod üzərinə gəlinsin O3, üzərinə gəlinsin H2O. Bu yodun təyini reaksiyasıdır uşaqlar. Bu zaman alınır, reaksiya nəticəsində alınır. Kalium OH, yod 2, bir də oksigen. Kalium reaksiya nəticəsində alınır. Kalium OH, yod 2, bir də oksigen. İndi doğru olan cavabı seçək. Y variantı. 46-cı sual. Hansı reaksiyadan alınan qaz oksigenlə reaksiyaya daxil olmur? Deməli, natriumun su ilə reaksiyasından natrium hidroksid bir də hidrogen alınır. Hidrogen oksigenlə reaksiyaya daxil olur. A variantı doğru deyil. Kalium 2, xrom 2, O7-nin H-xlorla reaksiyasından alınan qaz bilsiz nədir? Bu zaman alınır kalium xlor, xrom xlor 2, bir də H2O xlor qazı alınır. Bu xlorun biz laboratoriyada alınması, halogenlərin laboratoriyada alınmasında bu reaksiyadan danışmışdıq. Xlor da oksigenlə reaksiyaya daxil olunur. Ona görə də cavab B variantıdır. Yenə də digər variantlara da baxaq. Kalsiyumun H-xlorla reaksiyasından kalsiyum xlor üzərinə gələn H2 alınır. H2 su ilə reaksiyaya daxil olur. Alüminium karbidin su ilə reaksiyasından bu çox xarakterik bir reaksiyadır. Reaksiya nəticəsində metan üzərinə gəlsə alüminium hidroksid alınır. Metan da oksigenlə reaksiyaya daxil olub, oksigende yanır. Karbon qazı və su əmələ gətirir. D variantı da doğru deyil.
Daha doğrusu reaksiya, yəni cavabımız deyil. H2S əmələ gəlir. H2S-də oksigində yanır və müvafiq oksidlər əmələ gəlir. Ona görə də cavab B variantı. 47-ci sual. Bertolli duzunu ağzıaçıq qabda manqan O2 iştirakı ilə tam parçalanana qədər qızdırırlar. Bertolli duzunun formulu necədir uşaqlar? 47. Kalium, xlor, O3 parçalanır. Deyir ki, manqan O2 iştirakında parçalanır. Burada manqan 4 oksid katalizator rolunu oynayır. Yəni reaksiyaya daxil olub reaksiyanı sürətləndirir, lakin özü nə alınır, nə də sərf olunur, olduğu kimi də çıxır. Kalium xlor üzərinə gəlinsin, oksigen alınır. Reaksiya tənliyini əmsallaşdıraq. Reaksiya tənliyini əmsallaşdırdıq. Deyir ki, qabdakı bərk qalığın kütləsinin zamandan asılılıq qrafikini... Uşaqlar, bərk qalıq var idi, kalium xlorat, yəni Bertolli duzu. Sonra oksigen uçub gedir, deməli bərk qalıq, amma bir qism bərk qalıq da qalır. Onda qrafikin formulu bu şəkildə olacaq. Kalium xlorat var idi başlanğıcda, kalium oksigen alındı reaksiya nəticəsində, oksigen uçub getdi və bir müddətdə biraz da, daha doğrusu az qram da kalium xlor qaldı. 48-ci sual. Oksigen üçün hansı ifadələr doğrudur? Müsbət oksidaşma dərəcəsi göstərmir, göstərir. Bayaq göstərdim. O-fluor-2 birləşməsində müsbət oksidaşma dərəcəsi göstərir. 2 suyu sıxışdırıb çıxarmaqla sınaq şüşəsinə yığmaq olar. Çünki deməli oksigen su ilə reaksiyaya daxil olmur, sıxışdırıb çıxartmaqla sınaq şüşəsinə yığmaq olur. 3-cü sual. Havanı sıxışdırıb çıxarmaqla toplamaq üçün sınaq şüşəsi ağzı yuxarı tutulmalıdır. Sınaq şüşəsi deyir ki, bu şəkildə tutulmalıdır ki, biz oksigeni bunun içərisinə yığa bilək. Əlbəttə elə olmalıdır. Çünki havanın əməri 29-da, oksigenin əməri isə 32-dir. Deməli, ağır olan qaz qabın altına çökəcək, oksigen qabın altına çökəcək. Ona görə də sınaq şüşəsini ağzı yuxarı tərəfə qoymalıyıq. Yadınıza gəlir, biz hidrogeni sınaq şüşəsinə yığmaq üçün sınaq şüşəsini bu şəkildə qoyuruq. Çünki hava, deməli, yuxarıya hidrogen də olsun. Çünki hidrogenin əməri 2 idi, havanın əməri isə 29 idi. Ağır olan qaz həmişə aşağı düşür. Ona görə də 2-3 doğrudur. Cavab da Y variantı. 49-cu sual. Hidrogen və oksigen üçün ümumi olan nədir? A variantı kükürlə reaksiya da hər ikisi reduksiya edicidir. Gəlin kükürlə reaksiya salaq. H2 üzərinə gəlinsin kükürt, H2S. Oksigen üzərinə gəlinsin kükürt, SO2. Reaksiya nəticəsində baxın, hidrogen 0-dan müsbət 1-ə gəlir, oksigen də 0-dan mənfi 2-yə gəlir. Bu zaman oksigen oksidləşdirici, hidrogen isə reduksiya edicidir. Birinci variant doğru deyil, ona görə də cavab elə A variantı. Qələvi metallarla digər variantlara da baxaq uşaqlar. Qələvi metallarla reaksiyada hər ikisi oksidləşdiricidir. Uşaqlar, metalla əgər hidrogen oksigen birləşmə əmələ gətirirsə, bu zaman metal həmişə müsbət variantı göstərdiyi üçün həm hidrogen, həm oksigen mənfi oksidləşmə dərəcəsi göstərir. Qələvi metallarla reaksiyada tutaq ki, yazaq da uşaqlar tam aydın görün vizual şəkildə. Natrium 2O2. Peroksid əmələ gəlməsi önəmli deyil. Litiumla da yaza bilərdim. Həmçinin natrium üzərinə gəlinsin hidrogen reaksiya nəticəsində alınır. Natrium hidrit. Baxın, deməli metal həmişə müsbət oksidləşmə dərəcəsi göstərdiyi üçün oksigen burada mənfi 1 oksidləşmə dərəcəsi göstərir. Hidrogen də mənfi 1 oksidləşmə dərəcəsi göstərir. Ona görə də hər ikisi oksidləşdirici deyil. Hər ikisi oksidləşdiricidir. B variantı doğrudur. Onu götürmürük. Dəm qazı ilə reaksiyaya daxil olurlar. Həm hidrogen, həm oksigen dəm qazı ilə reaksiyaya daxil olur. Oksigen daxil olanda karbon qazı, hidrogen reaksiyaya daxil olanda isə CO üzərinə gəlinsin H2. Bu zaman alınır CH3 OH, yəni metil spirti. Keçdi D variantı alkenlərlə reaksiya. Alkenlər doymamış karbohidrogenlər hidrogenlə reaksiyaya daxil olub alkanlara çevrilirlər. Oksigenlə də alkenlər yandıqda karbon qazı və su əmələ gətirir. Üzvi kimyada öyrənəcək. Azotla reaksiyaya daxil olurlar, doğrudur. Oksigen azotla reaksiyaya daxil olanda azot dioksid, hidrogen azotla reaksiyaya daxil olanda amonyak qazını əmələ gətirir. 50-ci sual. Hidrogen və oksigen üçün ümumi olmayan nədir? Benzolla reaksiyaya daxil olurlar. Benzolun formulu C6H6 şəklindədir uşaqlar. Doymamış karbohidrogendir, aromatik karbohidrogen. Ona görə oksigenlə reaksiyaya daxil olduqda yanır, hidrogenlə də reaksiyaya daxil olur, doymuş karbohidrogenlərə çevrilir. B variantı. Qələvi metallarla reaksiyada hər ikisi oksidləşdiricidir. Yuxarıda bu tipdə suala baxdıq. Qələvi metallarla reaksiyada hər ikisi oksidləşdirici doğrudur. Ona görə B-də götürmürük. Aldehidlərlə reaksiyaya daxil olurlar. Aldehidlərin formulu necədir uşaqlar? HCOH. Baxın, aldehidlərin formulu bu şəkildədir. HCO hidrogen. Baxın, burada 2 qat rabitə var. Bu 2 qat rabitə olduğuna görə hidrogen reaksiyaya daxil olub doymuş karbohidrogenlər əmələ gətirir. Karbohidrogen deyəndə doymuş üzvü maddə əmələ gətirir. Oksigenlə də aldehidlər yandıqda karbon qazı və su əmələ gətirir. D variantı kükürlə reaksiyaya daxil olurlar. Doğrudur, reaksiyaya daxil olurlar. Yuxarıda yazmışıq reaksiyalarını. Y variantı karbonla reaksiyada hər ikisi oksidləşdiricidir. Gəlin karbonla reaksiya salaq. Karbon üzərinə gəlinsin hidrogen CH4.
Hidrogen burada müsbət 1, sıfırdan müsbət 1 oksidaşma dərəcəsinə gəlib. Karbon üzərinə gələnsin oksigen, CO2. Bu zaman oksigen sıfırdan mənfi 2 oksidaşma dərəcəsinə gəlib. Oksigen oksidləşdirici, hidrogen isə karbonla reaksiyada reduksiya edicidir. Ona görə Y variantı doğru deyil. 51-ci sual. Sabit valentli X elementinin 1 molu 8 qram oksigen ilə tam reaksiyaya girərək oksid əmələ gətirirsə, bu elementin hidrojinin formulunu müəyyən edin. 51-ci sual. X elementimiz var. 1 molu 8 qram oksigenlə reaksiyaya daxil olur. 8 qram oksigenlə reaksiyaya daxil olur və reaksiya nəticəsində oksid əmələ gəlir NM. İndi 1 mol X elementi 8 qram oksigenlə reaksiyaya daxil olur. 32 qram oksigenlə neçə mol X elementi reaksiyaya daxil olar? Bir X mol X elementi. X yazmayaq, başımız qarışaq. Y mol X elementi reaksiyaya daxil olar. Niyə? Çünki reaksiya nəticəsində deməli 1 mol oksigenlə nə qədər X elementinin reaksiyaya girdiyini tapaq ki, reaksiyanı həll etməyimiz, məsələni həll etməyimiz daha da asanlaşsın. İxtisarlarımızı aparaq 4 mol. Deməli Y də bərabərdir 4 mol. Onda belə çıxır ki, 4 mol X elementi 1 mol oksigenlə reaksiyaya daxil olar. İndi atomlara bizə nədir? Reaksiya tam reaksiyaya girərək. Tam reaksiya gedirsə, o zaman baxın alınacaq XO birləşməsi, yəni X-in oksidində 4 dənə X olacaq. 4 dənə X olacaq, 2 dənə də oksigen olacaq. Bunda indeksləri ixtisara apara bilirik. X2O. Deməli, sabit X valentli elementin 1 molunun 8 qram oksigenlə tam reaksiyaya girərək X1 oksid birləşməsini əmələ gətirir. Buradan da müəyyən edirik ki, X elementi 1 valentlidir. X elementi 1 valentli isə hidrogen də 1 valentlidir. Onda hidrogenlə əmələ gətirdiyi birləşmə XH tipli olacaq, yəni B variantı. Keçdik 52-ci suala. Ayrılan O2-nin mol sayı natrium NO3 bizə verib. Hər bir reaksiya 3 N-mol duz parçalanarsa, X, Y, Z cəmini müəyyən edin. Gəlin uşaqlar bir-bir duzları parçalayaq, yoxsa başqa cür bu məsələni həll edə bilmərik. Kalium permanganat parçalananda kalium manganat üzərinə gəlinsin mangan O2, üzərinə gəlinsin oksigen. 2 mol kalium permanganat parçalananda 1 mol oksigen əmələ gəlir. İndi natrium nitratı parçalayaq. Alınır natrium nitrit, bir də oksigen. Reaksiya tənliyini əmsallaşdıraq. Son olaraq da kalium kloratı parçalayırıq. Kalium xlor üzərinə gəlinsin oksigen 2 mol, 2 mol, 3 mol. Bizə deyir ki, hər reaksiyada 3 N-mol duz parçalanarsa, 2 mol kalium permanganat parçalananda 1 mol oksigen əmələ gəlirsə, 3 N-mol parçalananda 1,5 N-mol oksigen əmələ gəlir. Həmçinin 3 N-mol natrium nitrat parçalananda 1,5 N-mol oksigen əmələ gəlir. Eyni şəkildə kalium xlorat da parçalananda 2 molu parçalananda 3 mol oksigen əmələ gəlirsə, 3 N-mol parçalananda X mol tutaq ki, oksigen əmələ gəlir. X də bərabərdir 4,5 N. Deməli 4,5 N-mol da oksigen kalium xloratın parçalanmasından əmələ gəldi. Əgər hər bir duzdan 3 N-mol götürsək, bizdən X, Y, Z cəmini istəyir. 3 dənə gəlsin 4,5, 7,5 N, cavab da A variantı. Deməli 53-cü sualda eyni tipdə sualdır. Hər birindən 2 N götürəydir. 2 N götürsək uyğun olaraq N mol oksigen kalium permanganat parçalanmasından alınar. N mol oksigen natrium nitratın parçalanmasından alınar. 3 N mol oksigen də kalium xloratın parçalanmasından alınar. Ümumi cəm də 5 N eləyir. Cavab da Y variantı. Keçdik 54-cü suala. X, Y, Z maddələrini müəyyən edin. Y deyil, oksigenlə reaksiyaya daxil olur. Baxın, Y maddəsi həm hidrogenlə, həm oksigenlə reaksiyaya daxil olur. X maddəsi yalnız oksigenlə reaksiyaya daxil olur. Y maddəsi, baxın, alüminiumdan fosforu götürə bilmərik. Çünki alüminiumdan fosfor hidrogenlə reaksiyaya daxil olmur. Z-i götürə bilmərik, fosfor hidrogenlə reaksiyaya daxil olmur. İndi deyir ki, cavab ya B-dir, ya C. Natrium oksigenlə reaksiyaya daxil olur. Karbon həm oksigenlə, həm hidrogenlə reaksiyaya daxil olur. Silisium da hidrogenlə reaksiyaya daxil olmur. Baxın, qeyri-metallardan baxın, silisiumdan fosfor hidrogenlə reaksiyaya daxil olmurdu. Ona görə də cavab B variantı. Keçdik 55-ci suala. Hansı maddə parçalandıqda 2 bəsit maddə əmələ gətirir? Su parçalandıqda 2 bəsit maddə əmələ gətirir. Digər maddələrin parçalanmasında bundan əvvəlki suallarda göstərmişdim. B variantı parçalananda 2 mürəkkəb maddə, C variantı parçalananda 1 mürəkkəb 1 bəsit maddə, D variantı parçalananda 2 mürəkkəb 1 bəsit maddə, Y variantı parçalananda 2 mürəkkəb maddə əmələ gəlir.
Keçdik 58-ci sualda hansı maddə parçalandıqda 2 bəsit maddə əmələ gəlir? Civə 2 oksid parçalananda 2 bəsit maddə əmələ gəlir. Civə üzərinə gəlsin oksigen. 57-ci sual qapalı qabda hansı qaz qarışığının reaksiyasından 72 qram su alınır? Normalda suyun alınma reaksiyası uşaqlar bu. 2 mol hidrogen reaksiyaya daxil olur 1 mol oksigenlə 2 mol su alınır. Düz deyil. 2 mol suyun kütləsi nə qədərdir? 36 qram. Bizə deyir ki 72 qram su alınsın. Onda 4 mol hidrogen reaksiyaya daxil olar, 2 mol da oksigen reaksiyaya daxil olar. 4 mol hidrogenin kütləsi 8 qram, 2 mol oksigenin kütləsi də 64 qramdır. Daha üstən bizdən litrlə istəyir. 4 mol hidrogen 89,6 litr, 2 mol oksigen də 44,8 litr. Cavab da C variantı. 58-ci sual. Qapalı qabda hansı qaz qarışığının reaksiyasına 36 qram su alınır? Baxın uşaqlar, 2 mol hidrogen reaksiyaya daxil olur, 1 mol oksigen də 36 qram su əmələ gətirir. 44,8, 22,4 litr. Cavab da B variantı. 59-cu sual. Kalium permanganatın tam parçalandıqda ayrılan oksigenin kütləsini X, alınan duzun kütləsini Y, məhsulun mol sayı isə Z zamanı asılılığını hansı hallarda doğrudur? Gəlin ilk öncə kalium permanganatı parçalayaq uşaqlar. 59-cu sual. Kalium permanganat parçalananda kalium manganat üzərinə gəlinsin mangan 4 oksid O2 üzərinə gəlinsin oksigen alınır. Reaksiyonliyini əmsallaşdıraq. X maddəsi deməli ayrılan oksigenin kütləsi. Uşaqlar, ayrılan oksigenin kütləsinin qrafiki bilsiniz necə olmalıdır? Deməli, reaksiya sıfırdan başlamalıdır və getdikcə artmalıdır. Doğrudur, bir doğrudur. Sonra 2-yə baxırıq. Alınan duzun kütləsi uşaqlar. Bu parçalanan duzun kütləsinin qrafikidir. Alınan duzun kütləsinin qrafiki bu şəkildə olmalıdır. Sıfırdan başlamalıydı, sabit qalmalı. Ona görə 2 doğru deyil. Çünki alınan duz deyirik də, başlanğıcda alınan duz var idi. Necə bu Y maddəsi müəyyən kütləyə sahib olar? Kalium permanganat parçalandı ki, kalium manganat duzu alındı da. Məhsulların mol sayının zamandan asılılığı, məhsulların mol sayı başlanğıcda 0 idi, sonra getdikcə artır. Ona görə də 1-3, cavab da D variantı. 60-cı sual. Kalium xloratın tam və katalitik parçalanması ilə tam katalitik parçalanmasından ayrılan oksigenin kütləsi. Uşaqlar, gəlin kalium xloratı parçalayaq. Kalium xlor O3 reaksiya nəticəsində alınır. Kalium xlor üzərinə gəlinsin oksigen. Reaksiya tənliyini əmsallaşdıraq. Deyək ki, tam katalitik parçalanması nəticəsində oksigenin kütləsi sıfırdan artmağa doğru gedir. Bir doğrudur. Sonra alınan duzun kütləsi. Uşaqlar, duz var idi başlanğıcda. Yox, kalium xlorat parçalandı. Kalium xlor duzunu əmələ gətirdi. Alınan duz kalium xlordur. Kalium xlor necə başlanğıc müəyyən kütlədən başlaya bilər? Əlbəttə ki, kalium xlor sıfırdan belə artmalıydı. Ona görə də bu qrafik doğru deyil. 3-ə baxırıq. Z maddəsi deyir ki, məhsulların mol sayı başlanğıcda 0 idi, sonra getdikcə artmağa başladı. 3 də doğrudur. Cavab 1-3, D variantı. Belə uşaqlar, bugünkü dərsimiz bu qədər. Bugün sizlərlə hidrogen-oksigen su bölməsindəki 1-dən 60-a qədər olan sualları izah etdik. İnşallah gələn dərslərdə görüşənədək özünüzə yaxşı baxın. Allaha əmanət olun, sağ olun.